Salam qızlar, bu günləri mətbəximdə cheesecake ləzzətində ərikli bir piroq hazırlamaq istəyirəm. Bunun üçün 3 stəkan unu qaba əlavə edirəm, 2 xörək qaşığı şəkərimi əlavə edirəm. Deməli, 1 paçka qabartma tozumu əlavə edirəm və 200 qram kərə əlavə edirəm və umaç halına gələnə qədər diqqətli bir şəkildə bu qarışımı qarışdırıram. Deməli, umaç formasına salmalıyam bu qarışımı. Daha sonra 3 xörək qaşığı, 3 dolu xörək qaşığı umacdan ayırıram. Bunu daha sonra üzəri üçün istifadə edəcəm. Və bura 2 xörək qaşığı, 2 böyük xörək qaşığı xama əlavə edirəm. Xama əlavə edirəm və bir dənə də yumurta. 1 ədəd də yumurta qabıma əlavə edib və yumşaq bir xəmir yoğururam. Çox gözəl yumşaq bir xəmirim alınır. Çox gözəl bir yumşaq bir xəmirim alınacaq. Deməli qızlar, bu cheesecake ləzzətli tvaroqlu deməli piroq çox ləzzətlidir. Həqiqətən də çox ləzzətlidir. Baxın, xəmiri də çox xəfif, yumşaq bir xəmir alınır. Qabımı götürürəm. İlk növbədə qabımı 4 bucaqlı formasındadır. Mənim qabım, siz istənilən qaba əlavə edə bilərsiniz. Deməli, istənilən formada, formalı bir qabda bu piroqu hazırlaya bilərsiniz. Mən belə şüşə qabımı istifadə edəcəm. Deməli, tam şəkildə bunu qabımızın hər tərəfinə bərabər gələcək şəkildə biz bax bu formada hər tərəfinə belə deyə yayırıq. Daha sonra qızlar, bunu bir kənara alıram və götürürəm 500-600 qram. Dağıldı ətrafa, qızlar, üzr istəyirəm. Deməli, tvaroq götürürəm. Mənim tvaroqum qurudur, amma siz paçka tvaroqlardan istifadə edə bilərsiniz. Daha sonra bura yenə 2 xörək qaşığı, 2 böyük xörək qaşığı deməli xama, 2 xörək qaşığı qaymaq özəl dad verir. 1 stəkan, deməli, 1 ölçü stəkanı şəkər tozu, vanil və 1 ədəd də 1 qaşıq, 1 böyük xörək qaşığı da bura mən kraxmal əlavə edirəm. Kraxmal da deməli içliyin toparlanması üçün çox belə gözəl bir şey alınır onda. Sanki cheesecake ləzzəti verir tvaroqlu deməli qarışımımıza və 5 ədəd yumurta. Mənim qabım böyük olduğu üçün, yəni çox alınır mənim qarışımımdan. Ona görə 5 ədəd də yumurta bura əlavə edirik. Və belə mikserlə, əl blenderi ilə bunu qarışdırırıq. Mən həmişə bu tərz tvaroqlu şirniyyatları bu cür əl blenderi ilə çalıram ki, topaq qalmasın. Yəni kəsmik tam olaraq deməli içində ərisin, qarışsın. Və yenə qızlar, qabımı götürürəm və bu içindən çəyirdəyə çıxarılmış, 2 hissəyə bölünmüş əriklərimi xəmirimin üzərinə bu formada yığıram. Eyni bu xəmirlə, eyni bu içliklə siz bu piroqun çiyəleylisini hazırlaya bilərsiniz. Çiyəleylisini, malinalısı, yəni istənilən gilə meyvələ əslində çox da gözəl alınan bir piroqdur. Diqqət edin ki, meyvələriniz, əsasda gilə meyvələr turşməzə olur, şirin olanda daha dadlı olur. Çünki turşluq xoş gəlməyə bilər sizə. Və üzərinə bu cür formada tökürəm qarışımımı. Ayırdım 2-3 xörək qaşığı deməli umacı isə bax bu formada üzərinə tökürəm. Üzərinə tökürəm və öncədən isidilmiş 180 dərəcəli sobada mən gözəlcə qızarana qədər bunu saxlayıram. Öncədən isidirəm və gözəl bir şəkildə bu piroqumu bişirirəm. Bax, budur, hazırdır artıq piroqum. Görürsünüz, çox gözəl şəkildə qızarıb. Çox gözəl şəkildədir və indi kəsib mən onu sizə göstərəcəm. Mən bunu soyuducuya yerləşdirməmişəm, amma siz soyuducuya qoysunuz. Pişdikdən, soyuduqdan sonra 1-2 saatda soyuducuda saxlasaz,
İnanın mənə ki, dadına doyum olmayacaq. Dadından əlavə teksturası əsl cheesecake teksturasında olacaq. Bax, gördüyünüz kimi çox ləzzətlidir, çox dadlıdır. Həqiqətən də inanın mənə, yayın vazgeçilməz bir şirniyyatıdır.